Qarabağ UEFA Çempionlar Liqasının liqa mərhələsində Chelsea ilə qarşılaşmada əldə etdiyi tarixi nəticədən sonra yenidən dünyanın bir sıra aparıcı nəşrlərində gündəmə düşüb. Böyük Britaniyanın ən məşhur və ən çox oxunan qəzetlərindən biri olan The Sun nəşrində köhlən atların çıxışı belə qiymətləndirilir. Qarabağ nəhəngi sarsıtdı. Chelsea-ni məğlubiyyətdən Garnacho xilas etdi. Dünyaca məşhur Reuters agentliyi də Qarabağ-Chelsea oyununa diqqət çəkib. Qeyd olunub ki, Argentinalının bərabərlik qolu Chelsea-yə 1 xal qazandırdı. Sky Sports-un manşetində isə Qarabağın Premier Liqa nəhənginin qarşısından geri çəkilmədiyi qeyd olunub. İngiltərənin daha bir tanınmış qəzeti Telegraphda Garnacho'nun Chelsea-ni utancverici məğlubiyyətdən xilas etdiyi bildirilib. The Guardian qəzetində Qarabağın qələbəyə yaxın olduğuna diqqət çəkilib. Qəzetdə Chelsea-nin fiaskodan qaçdığı vurğulanıb. Napoli, bax, Qarabağ Chelsea-yə qarşı 2-2. Belə başlıqlı yazı isə İtaliyanın məşhur idman nəşri La Gazzetta dello Sport'da dərc olunub. Rusiyanın Sports.ru nəşrinin manşetində isə belə ifadələr yer alıb. Qarabağ Chelsea-dən xal aldı. Onlar düşündüyümüzdən daha cəsarətli oynayırlar. Türkiyə nəşrləri isə bu bərabərliyə xüsusi diqqət ayırıb. Fanatik nəşrində xəbərin manşeti Qarabağ tarix yazmağa davam edir başlığı ilə yazılıb.